təhlükə böyüyərsə Tramp üçün, Amerika üçün, İsrail üçün Azərbaycan nə dərəcədə strateji ölkə olaraq qalacaq siyahıda? Valla Pənah bəyə təşəkkür edirəm bizə verilən qiymətə görə. Pənah bəy həqiqətən dəyərli oponentdir və bütün məsələlərə baxışı da doğrusu yanlışı ilə maraqlı baxışdır. Əsas odur da elə bu müzakirələrdə də fərqli və maraqlı baxışların olması önəmlidir ki, bir ortaq nəticəyə gəlinməsə də ən azı optimal bir düşüncə formalaşdırmaq mümkün olsun. Hesab edirəm ki, orada bir məqama da aydınlıq gətirim ki, həqiqətən də bu mehdiçilik və mesiyanlıq düşüncəsi qərbdə də, şərqdə də bir çox xalqlarda var və bu geniş yayğındır. Xüsusilə də İranda bu daha geniş yayğındır. Amma bu İslamın mahiyyətinə uyğun olmayan bir gözləntidir. Mehdiçilik əsas yer üzündə pozulmuş ədalətin bərpa olunması, ədalətin yerinə gətirilməsi ideyasıdır. Bu da bir xəyali bir ideya kimi müxtəlif xalqlarda yer alır. O cümlədən İslamın içində müəyyən cəryanlarda da yer alır. Amma Quran mahiyyəti budur ki, Quranın, İslamın əsas demək siması olan Peyğəmbər dünyasını dəyişmiş və miras olaraq da bizə Quranı və insan ağlını vermiş. Artıq kiminsə gəlməsi, kiminsə gözləməyimiz bu absurd bir demək onda İsa Peyğəmbərin zuhur edəcəyi haqqında ayələr? İsa Peyğəmbərin zuhur edəcəyi ayələri İslam bütövlükdə qəbul edir. Quranda olan? Yox, İslamda belədir. Sonuncu Peyğəmbər Məhəmməd gəldi, vəfat etdi, bitdi. Peyğəmbərlik bitmiş. Artıq yeni Peyğəmbərin gəlişi məsələsi heç yerdə bunun gəlişi məsələsi nəzərdə tutulur. Çünki Məhəmməd Peyğəmbərdən böyük din sistemində şəxsiyyət yoxdur. O dirilib gəlmirsə, o prosesin başında durmursa, ondan böyük bir şəxsin gəlməsi mümkün deyil. O baxımdan da bu təbii ki, indi kütlə üçün bəlli bir ideyalar uydurula bilir, verilə bilir və bunu da yaşadır. Buna ayrıca bir mövzu kimi nə vaxtsa üzr istəyirəm. Fazil bəylə bir danışaq. İsraildə də, Yəhudi sistemində də bu geniş yayğındır və bundan da kifayət qədər manipulyasiya eləyirlər. Qaldı ümumiyyətlə bu məsələlərə baxışda, indi Pənah bəy söylədi, bəzi tezləri doğrudan da indi bəzən də dəyişmiş tezlər olur, faydalı ifadələr də vardı. Ümumiyyətlə biz bura, mənim yanaşmam budur ki, mən məsələlərə Azərbaycan mərkəzli baxışla yanaşıram. Yəni ki, İran məsələsinə də o cür yanaşıram. Yəni biz Borçalıda, Gürcüstana hansısa bir ərazi iddiası yaxud da bir separatçılığı dəstəkləmirik. Biz eyni zamanda Dərbətdə də dəstəkləmirik, amma soydaşlarımız var. Bizim baxışımız İrana da təqribən bu modeldə olmalıdır. Sadəcə bizdə problem nədədir? Demə, Azərbaycan mövcud cəmiyyətində İranın xəstələndirdiyi, yaxud da İranı referans alan zehniyyət sahibi kifayət qədər insanlar var. Eyni zamanda bu hadisələr göstərdi ki, İsrail zehniyyəti ilə xəstələnən xeyli sayda insanlar var. Yəni İsrail gələcək, bu müəyyən sistem dəyişəcək, bu ədaləti bərpa eləyəcək, amma deyək ki, o Qəzzanı o formada dağıtmaqla, insanları bu formada məhv etməklə bunun edilməsi yoxdur. Ancaq bizim maarifçilik, deyək ki, hansısa bir düşüncə dəyişimi yolu ilə nələrsə, yaxşı nümunələrlə nəyisə dəyişməsi faydalı ola bilir yer üzündə. Müharibə ilə, qanla bunun dəyişməsi böyük bir problemlər yaradır. Üçüncü, mənim də daxil olduğum Azərbaycan Xalq Cəbhəsi ideyasının, ideologiyasının xəstələndirdiyi çox sayda insanlar. O xəstəlik nə ilə bağlıdır? Azərbaycan, İran parçalanacaq, Azərbaycan bütövləşəcək, bütöv Azərbaycan yaradacaq və indi bu hadisələr bir şeyi yaxşı göstərdi ki, İranda bu prosesi arzulayan, istəyən, təbii ki, xaricdə çox sayda insanlarımız var, onlara da sayğı duyuruq. Amma istəyən qüvvə yoxdur. Onlar hamısı rejimi dəstəkləyən və böyük əksəriyyətdə rejimin arxasında duran qüvvələr oldu. İranın parçalanması da bizim marağımıza uyğun deyil. Çünki orada bir, ümumiyyətlə, bu cür topluluqlarda parçalanandan sonra bir mövcud indi ideyanın daşıyıcısı olan 20%, 30%, 40% bu gizli müxalifətə keçəcək. Avropa deyil ki, seçkidə uduzdun, gətirdin, təbrik elədin, sən mənim kabineti verdin, mənim yerimə sən otur. Bu şərq topluluqlarında bu biraz fərqlidir və bu iç savaş, müəyyən münasibətlərin daha sərt yolla çözülməsi vədini verir. Tamaşaçılarımız çox istəyirəm, hal-hazırda çox ciddi tənqid edirlər bir neçə nəfər ki, niyə Fazil bəy ona xəstəlik deyir? O xəstəlik deyil axı bizim birləşməmiz,
bizim böyüməmiz xəstəlik kimi təqdim olunmamalıdır. İndi belədir də, bu ifadəyə biraz belədir. narahatlıq var. Deyim deyirəm. Çünki bu bir var ki, realist düşünən insanlar Azərbaycan mərkəzli Arzudur. düşünürlər. Azərbaycan mərkəzli düşünmək 86,7 min kvadrat kilometrlik bizim rəsmi tanınmış ərazilərimizin qorunması və Azərbaycan hansısa bir yerdə separatçılığı dəstəkləməməsi, eyni zamanda başqalarının da bizim içimizdə separatçılığı dəstəkləməməsi xəttinə yönələn və bu dövlətin qorunmasının əlahiddə bizim bu nəslin vəzifəsi olduğunu anlatmaq. Onlar mən cavab verim. Hələ mən fikrimi tamamlayım bitirməyim, sonra. mən Bu çox maraqlı bir Bəli, İndi demək istədiyim odur ki, bu bir çox hallarda bəzən bu xəstəlik səviyyəsinə ona görə qalxır ki, bununla yoluxdurub insanları yanlış bir hədəflərə yönəldirsən. Yanlış hədəflər də sonradan böyük bir ölkə üçün, dövlət üçün problemlər yaratmağa başlayır. Yəni bizim üçün anlayış budur ki, İran bizə qonşu dövlətdir. İranda bizim çox sayda soydaşımız yaşayır. Onunla qan birliyimiz var və biz onların mədəni inkişafına tamamilə maraqlıyıq. Dilləri olsun, məktəb olsun, İranda hakimiyyətdə üstün mövqelərdə olsunlar, Azərbaycanla dostluq münasibəti olsun. Hətta bizim hədəfimizdə daha çox İranda dünyəvi dövlətin qurulmasıdır. Niyə? Çünki xəstə dini anlayışla mütləq başqa ölkədə özünə uyğun insan tipi yetişdirməyə başlayasan. O adamlar da, o adam deyəndə daha çox nədir? Çoxlu bir yerə odun yığırsan, sonra odun yandırmaq üçün istifadə olunur da. Bu adamlar da başqa bir düşüncəyə, başqa bir öz ölkəsinin marağı, öz ölkəsinin varlığından daha çox düşündüyü, qəbul elədiyi ideologiyanın, qəbul elədiyi rəhbərin anlayışına tabedirlər. Və bunlar da sanki hansısa bir şəkildə o öz bugün yaşadığı dünyəvi dövlətin dəyərlərini anlamadan geridə bizim 1828-dən öncəki taleyimizə təzədən qayıtmağı bizə təklif edirlər. Yəni biz bir şeyi anlamalıyıq. Bugün Azərbaycan dövlətinin mövcudluğu, Azərbaycan dövlətinin varlığı 1828-ə dayanır. İrandan qopma tarixinə dayanır. İrandan qopa bilməyən 30 milyonluq Azərbaycanlı bu rejimin həm də dəstəkçisidir. Bunu unutmamalıyıq. Biz İrandan qopma ilə Azərbaycanın yeni bir identifikasiya, Azərbaycanlı identifikasiyası ilə yeni bir Axundovlar, Zərdabilər, Əli bəy Hüseynzadələr, Əhməd Ağalı yetişdirməklə müstəqil dövlət qurmuşuq. Bunu artıq çılpaq şəkildə, açıq şəkildə Azərbaycanın düşünən ağıllı insanlarına söyləmək lazım. Mən də xəstə ilə ağıllı ona görə ayırıram ki, artıq biz ağıllı insanlar bu cür demək zehni zəhərlənmənin, ideoloji zəhərlənmənin qarşısını almasaq, hədəflərimizi doğru müəyyən eləməsək, biz böyük bir dövlətlərin yenidən yeminə çevrilə bilərik. Yəni ki, İrana əsas verə bilərik, Rusiya əsas verə bilərik ki, bizim müstəqil dövlətimizin varlığına onlar tamam fərqli prizmadan yanaşsınlar. O baxımdan da biz bu məsələdə, məsələn, indi Ermənistanın izlədiyi siyasətə bax, Paşinyan döşündə nəyi gəzdirir? Ermənistan Respublikasının ərazisini ehtiva eləyən simvolu gəzdirir. O da xəstə erməni düşüncəsinə tamamilə fərqli bir şey gətirir ki, böyük Ermənistan xəyalı ilə siz kiçik Ermənistanı təhlükəyə soxdunuz. Paralel uğurlu oldu mu? Paralel, mən sizə bir şey deyim. Böyük hədəfləri, görürsünüz, məsələn, elə xalqlar var ki, Amerika böyük hədəf qoya bilir, Çin qoya. Amma Çin də gəlib Tayvanı işğal eləmir ki, Tayvanın müxalifət lideri ilə Çinin lideri görüşdü. Bütün vasitələri nə ilə eləyir? Diplomatik və başqa. Halbuki gücü də var, Çinin ordusu da var, Tayvana da daxil ola bilər, hər şey eləyə bilər. Amma ağıllı, özünə hətta güvənən bir dövlətdir. O belə böyük hədəfləri bu qədər, deyək ki, arzu olunmayan şəkildə gerçəkləşdirməyi nəzərdə tutmur. Ona görə də biz bu məsələdə biraz cəmiyyətimizə qorxmadan, çəkinmədən, kimsə populist səsinə, kimsə biraz da demagoji bir formada deyəcək ki, bunu niyə söyləyirsən? Artıq biz bu cəmiyyəti dəyişməliyik ki, qardaşım, bu dövlətin necə qorunması üzərində düşünməliyik. 2 dron atanda, 3 dron atanda biz hansı dünya qaydaları var, kimsə qoruyur. Ərəb ölkələrini kimsə Amerika qorudu. Kim qorudu? Özümüzdən başqa özümüzü qoruyan heç kim yoxdur. Özünüzü allatmayın. Və hətta bugün Türkiyənin özünün təhlükəsizliyi təhdid altında. O raket atanda Türkiyə hava hücumundan müdafiə qüvvələri İrandan atılan raketlərin qabağını almır ki, NATO-nun qüvvələri var. Sabah NATO-nun qüvvəsi çəkiləndə nə ilə alasan?
Ona görə də hazırlıqlı olmalısan, özünün gücünə arxayın olmalısan və özünün iradənlə böyük hədəflərə özünü həlak eləyərək, özünü həsr eləyərək böyük hədəflərin məğlubiyyət hədəfinə çevrilməməlisən və məğlubiyyət subyektinə çevrilməməlisən.